Sınavımızın izahının ardından 11-ci sualdan bir şəkildə hüceyrənin meyoz bölünməsinə müəyyən bir faza verilmişdir. Əla, bu canlının somatik hüceyrəsində neçə cinsi xromosom olar? Biz heç şəklə baxmadan bu sualı tam rahatlıqla cevablaya bilərik ki, hər bir canlının cinsi xromosomlarının sayı 2-dir. Təbii ki, istisna xəstəliklər olanı demirik. Müəyyən sağlam bir hüceyrədən söhbət gedir. Ona görə cavab B variantı. 12. Deyir, diploid xromosom sayı 14 olan bitkinin dişi cini. Yəni, dişi bitkimiz 2n bərabərdir 14'dür. Diploid xromosom sayı 18 olan bitkinin tozcuğu ilə, yəni erkək bitkimiz 2n 18'dir. Mayalanmadan deyir, bilavasitə əvvəl ruşem kisəsində olan hüceyrələrin xromosom saylarının cəmi spermlər ruşem kisəsinə daxil olub. Nə qədərdir? Deməli, mən ilk öncə bilməliyəm ki, ruşem kisəsini buradan çəkirəm. Ruşem kisəsində n, ortada da bir 2n olur. Burada opşi toplayanda 8n'lik bir hüceyrə qrupu olur. Hansı ki, bu 8n anadan gələndir. Mən burada bunu tapmaqdan ötürü 2n 14'ü vurmalıyam. Nəyə? Burada 4'ə buradan alaram 56 xromosom. Plus 2 dənə də spermi var. Hansı ki, spermilərdə yaşıl rənglə çəkirəm. Bu spermilərdə atanın yarısı qədərdir. Amma 2 dənə olduğuna görə 18. Bu zamanda 56 ilə 18'in cəmini götürərəm. Bu mənə nə verəcəkdir? Səhv etmirəmsə 74 verməlidir. A variantı. Sonra keçək 13'ə. Deyir, cədvələ əsasən X-in qiymətini tapın. DNT-nin molekulundan söhbət gedir. 3 rabitə əmələ gətirən nükleotidlərin sayı 4'dür. 3 rabitə əmələ gətirən nükleotidlərin sayı 4'dür. Deməli, 3 rabitə əmələ gətirən nükleotid kim ola bilər? Ya adeninlə timindir deyəcəm. Bəli, elə bulardır, amma harda olsalar. Zəncirin əvvəlində olsalar. Bu bunu bildirir. 4 rabitə əmələ gətirən nükleotidlərin sayı isə 210'dur. Ümumi hidrogen rabitələrinin sayı isə 450'dir. Ümumi nükleotidlərin sayını tapmağımızı istəyir. Biz bunu necə tapa bilərik? Bir vərəq açaq. Başlayaq hesablamağa. Deməli, 3 qat hidrogen, 3 daha doğrusu rabitə əmələ gətirən nükleotidlərin sayı 4'dür. Bu deməyə çalışır ki, adeninlə timinin cədvəlin, zəncirin əvvəlində yerləşib. Adeninlə timin burada. Bir də adeninlə timin burada. Bunların əvvəldə olduğunu mənə deyir. 4 rabitə əmələ gətirən nükleotidlərin sayı isə 210'dur. 4 dənə rabitə əmələ gətirənlərin sayı yenə adeninlə timin olsa, bu ortada olanların sayıdır. 210'u üstünə mən gələrəm bu zaman nəyi? 210 üstə gəlsin 4. Bu mənə verəcək 214 dənə adeninlə timinin cəmini. Bu zaman 214'ün yarısı da mənə nə verəcək? 107. Deməli, 107 dənə adenin var imiş, 107 dənə timin var imiş. Ümumi hidrogen rabitələrin sayını istəyir. Ümumi hidrogen rabitələrinin sayı da 2 adenin üstə gələk 3 guanin tipli deyil. Deməli, mən nə edərəm? 454'ü bərabər eləyərəm. 214 üstə gələk 3 guanin. Digərindən 3 guanin çıxsın, yaza bilərəm. Məsələn, 230. Buradan da tapsaq bölünərmi ki 3'ə düzgün çıxdıqsa. Burada biraz 40 olur. Bəli, indi bölünəcək 80. 3 dəfə 8, 24. Bəli. Deməli, 80 dənə guanin var. O zaman 80 dənə də sitozin var deməkdir. Hansı ki 3 rabitə əmələ gətirən nükleotid, 4 rabitə əmələ gələn nükleotid. Hardan bildim ortadadır, harda bildim zəncirdə kənarlardadır. Bunu bilmək istəyirsinizsə, bunun haqqında qısa bir video izah çəkmişəm. YouTube kanalımda yenidir. Oradan tapıb baxa bilərsiniz video izaha və yaxud da tapa bilmirsinizsə, videonun mənə yazın şərh hissəsinə. Mən sizə linki göndərəcəm. Deməli,
Buradan bunu tapdıq. Məndən də ümumi nükleotidlərin sayını istəyir. Ümumi nükleotidlərin sayını da necə tapa bilərəm? Ən qısa yoldan 454-dən promoid çıxaram 80-i və buradan da bitər. Nə qədər qalacaqdır? Axırı 4 ilə bitən bir şey olacaq. 374, 13-də A variantı. Sonra gələk 14-ə. Deyir göyərçinin yumurtalığın yetişmə zonasına daxil olan hüceyrələrin sayı toxumluğun yetişmə zonasına daxil olan hüceyrələrin sayından 2 ədəd azdır. Gəlin burada yazaq dişi, bir də erkək. Cümləni bir də oxuyaq. Deyir göyərçinin yumurtalığının yetişmə zonasına daxil olan hüceyrələrin sayı toxumluğun yetişmə zonasına gedənlərdən 2 dəfə azdır. Deməli, dişilərinkini mən x götürsəm, erkək bundan 2 dəfə çoxdur dediyinə görə ya azdır dişi, onda 2x götürəcəm. Əgər deyir yetişmə zonaların sonunda alınan qametlərin sayı 43-dürsə, mən bilirəm ki, dişilərdə bir dənə hüceyrə daxil olanda meyoz bölünmə gedir. 3-ü məhv olub, 1-i çevrilir qametə. Deməli, onda x hüceyrə daxil olursa, x dənə qamət əmələ gəlir. Erkəklərdə bir hüceyrə daxil olanda 4 hüceyrə əmələ gəlir, 4-ü də qametə çevrilir. Onda mən 2x hüceyrə daxil edilmişəmsə, 4x, yəni 4 dəfə artıq 8x qədər də nə olacaqdır? Qametə çevriləcəkdir. Məndən də qametlərin sayı 43 ədəddir deyir. Buradan 9x bərabərdir 43, amma bu ədəd bölünməyəcəyə bənzəyir. Görək harda səhvlik elədim. Hüceyrələrin sayı toxumun yetişmə zonasına daxil olan hüceyrələrin sayından 2 ədəd deyir azdır. Mən burada biraz səhvlik etdim. 2 ədəd azdır deyirsə, x plus 2 olacaqdır. Bu zaman burada x üstə gəlinsin. Bu 4 dəfə sayını artıracaq. X plus 2 bərabərdir 43-ə. Buradan 9x bərabər olar 45-ə. X da bərabər olar 5-ə. Deməli, burada sən demə 5 dənə hüceyrə dişiyə daxil olubmuş, 7 hüceyrə erkəyə. Maksimum neçə yönəldici cisimcik Y xromosomu daşıyar deyir. Mən də bilirəm ki, dişilərində, quşlarda X Y-dir. Məndən maksimum sayda yönəldici cisimciyi istəyirsə, deməli qametə X düşübmüş və qametin sayından 2 dəfə də artıq 10 ədəddə Y xromosomu daşıyan yönəldici cisimcik olar. Burada da 10 yoxdur. Nəyi səhv etdim? Şəkillə çəkək baxaq. Deməli, bu beləymiş. Burada bir böyük hüceyrə, bir kiçik hüceyrə əmələ gəlir. Daha sonra burada yenə böyük hüceyrə və balaca hüceyrələr əmələ gəlir. Məndən yönəldici cisimciklərin maksimum sayını istəyir. Bu zaman tutaq ki, bu x, y-dirsə, x-i bu qametə salsaq, y-i buna salsaq, onda y-lərin sayı daha çox olur. 10 ədəd belə hüceyrə varsa, 10 bu, 10 bu, daha doğrusu 5 ədəddir. Burada 5, o zaman cəmi 10 edir, amma variantda da 10 yoxdur. Maksimum neçə yönəldici cisimcik Y xromosomu daşıyar? Burada mən hesablamada bir balaca səhvlik etmişəm. Nəyə görə? Bu x, bu 4x edəcək 5x bərabərdir. 4-ü 2-yə vurduqda 8 bərabərdir 43. 5x bərabərdir. Digər tərəfə keçsə 8. 3, 35 çıxır. X buradan 7 edir. Deməli, mənim burada bir balaca hesablama səhvim var. Ona görə üzr istəyirəm. Onda 7 dənə hüceyrə burada olursa 9 dənə erkəyə daxil olur. O zaman da burada 7 hüceyrə varsa, təbii ki 7 dənə Y burada, 7 dənə də Y burada alınır və cəmi 14 edir. Sonra 15. Deyir, verilən maddələrdən hansı zülaldır? Progesteron cinsi fermentlərdir. Daha doğrusu ferment deməyim, hormonlardır. Hansı ki, cinsiyyət hormonları yağ tərkiblidir. Ona görə bunu götürmürəm. Xitin karbohidratdır. Pektin karbohidratdır. Laktoza karbohidratdır. Glikogon hormondur. Həm də ki, zülal tərkiblidir. Ferment. Ona görə onu götürdük. Növbəti 16.
Şəkildə deyir təsvir olunan prosesi bitki hüceyrəsinin neçə strukturunda görə bilərik. Bu nə deməkdir? DNT-nin üstündə hər hansısa bir şeyin məlumat üzü köçürülür RNT-yə. Yəni zülalın birinci mərhələsidir. Bu proses deyir neçə strukturda gedə bilər. Bitkilərdə bu proses deməli gedə bilər. Nədə? Harda? Nüvədə gedə bilər. Nüvədən sonra üzünün köçürülmə prosesi plastidlərdə gedə bilər. Bir də bitkilərdə mitoxondri olduğuna görə mitoxondridə də gedə bilər. Ona görə cavab B variantı olar. Hidrogen mənbəyi kimidir. Hidrogen H2S-dən istifadə edir. Bu bizim məktəb dərsliyimizdə olmalı idi. Qırmızı bakteriyalar olmalıdır, səhv etmirəmsə. Sonra çarpaz tozlanma zamanı ruşeym kisəsinin mayalanmada iştirak etməyən hüceyrələrin saylarının cəmi 65-dir. Çarpaz tozlanma zamanı biz bilirik ki, burada da ruşeym kisəmizi çəkək. Mayalanmada iştirak etməyənlər 3 dənə yuxarıda, 2 dənə aşağıda olanlardır. Bunların xromosom cəmləri 5N edir, bərabərdir 65. Bu zaman N-ə neçə çıxar? 13 çıxar. Deməli, dişi bitkimin xromosom yığımı 2-ni olacaqdır 26. Buradan bunu tapdım. Əgər deyir əmələ gələn zigotun xromosom dəsti yumurta hüceyrənin xromosom dəstindən 3 dəfə çoxdursa. Mən bilirəm ki, rüşeym nədən əmələ gəlir? Rüşeym yumurta hüceyrə ilə bir də spermatozoidin cəmidir də. Mənə burada özü deyir ki, yumurta hüceyrəyə bir x desəm, xromosom dəstindən 3 dəfə çoxdur desəm, onda 3x qəbul eləyərəm. Bu zaman mən x-in 13 olduğunu bilirəm. Yəni ana hüceyrədən söhbət gedir. 13 üstə gəlinsin. Tozcuq dənəsindəki spermlərdə və endosperm hüceyrəsində cəm neçə xromosom var? Bunu istəyir məndən. Bu zaman nə edərəm mən? Spermi 3x qəbul edilirsə, yəni 3n qədər qəbul edilirsə, mən 13-ü vuraram 3-ə, eləyər 39. Deməli, sperminin birində 39 xromosom var. Məndən spermilərdə soruşduğuna görə 39-u vuracam 2-yə. 39 vur 2, 78 edir. 2 spermi də bir yerdə. Plus məndən bir də endospermin hüceyrəsində cəm neçə xromosom var. Endospermdə 2n, yəni 26-nın üstünə 1 sperminin gəlməsindən, yəni 26 üstə gələk 39-dan ibarətdir. Bu da toplasaq nə qədər eləyər? Sonu 5, bir yadda 5, 65 edər. Və buradan da 78 ilə 65-in cəmi sonu bizə nə qədər verir? 3 verir. Amma mən nə desə yenə hesablamada böyük ehtimal səhvlik etdim. Bir dənə baxım dəqiq yuxarıda. Hə, mən burada bir şey düzgün hesaplamışam. Sadəcə bir şey nəzərimdən qaçıb. Burada iminidir tozcuq dənəsindəki. Tozcuq dənəsində bir dənə spermi olduğunu nəzərə alıb, onu 39 götürməliyəm. Bu zaman mən 65 ilə, yəni endospermin yığımından 39-u spermilər deyir, amma tozcuq dənəsində 1 spermi var. Toplayanda edir 104 və cavabımız olacaq C variantı. Məsələlər biraz diqqət tələb edir, maksimum diqqət yetirmək lazımdır. Verilən mərhələlərin baş vermə ardıcıllığını müəyyən edin deyir. Burada mən nə görürəm? İlk öncə görürəm ki, meyozun mərhələləridir böyük ehtimal bu. Cüt xromatitli dartılıb, cüt xromatitlidir, amma cüt xromatitlidirsə. Deməli, birinci başlayaram mən C ilə, çünki birinci budur. C ilə başladığıma görə A, B variantları gedər. Sonra sonuna baxım. Sonda nətər çəkilərlər qütblərə? Tək xromatitli təbii ki çəkilərlər. Sonu da Y ilə bitməlidir. Ona görə D variantımız da getdi. Qısa yollara baxırıq. Sonra birində B ilə başlayıb ikinci yer, birincidə A ilə başlayıb. Bunu necə bilə bilərəm? Deməli, 2 xromatitlidən sonra A gələ bilərmi, yoxsa B mi gəlməlidir? Bunlar görürsünüz, 2 xromatitli qütblərə çəkiliblər. Ona görə B-nin gələcəyini nəzərə alaraq cavabın
C olduğunu deyirəm. İmtahanda bunun özü də bir sürətli yazmaq metodudur. Yəni bu yoldan istifadə edə bilərsiniz. Gəldik 20-ci suala. Burada bizə deyir aşağıdakı qrafikdə bir DNT molekulunda olan molekul növlərinin miqdarı verilib. Lap gözəl. Mən burada nə görürəm? Böyük ehtimal X-la K ya adeninlə timindir, ya da guaninlə sitozindir. Çünki saylar bir-birinə bərabərdir. M-lə N ya adeninlə yenə timindir, saylar bir-birinə bərabərdir. Ya da guaninlə sitozindir ki, saylar bir-birinə bərabərdir. Y-lə L, bu ikisi ya P-nin içində olan H3PO4 ortofosfat turşu qalıqlardır, ya necə deyərlər, şəkərdir, karbohidratdır, ya da azotlu əsasların sayı. Cəmi. Deyir, bütün nükleotlərin cəmi DNT-nin sahib olduğu nükleotlərin cəminə bərabərdir. Bütün molekulların cəmi DNT-nin sahib olduğu nükleotlərin cəminə bərabərdir. Buradakılar mən hamısının cəmini tapsam, xeyr, bütün nükleotlərin sayı olmaz. Amma təkcə, məsələn, Y-i və yaxud da yalnız L-i götürsəm, ümumi nükleotlərin sayı ola bilər. Y deyir, dezoksiriboza molekulunun sayıdırsa, L molekulu ortofosfat turşu qalığı sayı ola bilər. Bəli, bayaqdan dedim. Bu hər üçündən hər hansısa biri ola bilər. X və M molekulları arasında 3 qat. X və M molekulları. X-la M arasında ümumiyyətlə belə deyim də saylar bir-birindən fərqlidir. Diaqramdan fikir versəz. Ona görə bu yanlışdır. 3-ü götürmərəm. Sonra baxaq bura. 4-də X, K, M, N molekullarının cəminin yarısı DNT-nin bir zəncirindəki Y molekullarının sayına bərabər ola bilər. Y molekullarının sayı bizdə karbohidratlardır, ümumiyyətlə deyə bilərik. X, K, M, N bunların hamısı ümumi nükleotlərin cəmidir. Ümumi nükleotləri toplasam, yəni bunların cəmini Plusla bir yarıya bölsəm, DNT-nin bir zəncirində olan nükleotlərin sayını taparam. Əgər mən bir zəncirdə olan nükleotləri bilirəmsə, onda bir zəncirdə olan H3PO4-ü də bilərəm, karbohidratı da bilərəm, azotlu əsas da bilərəm. Yəni bu Y-lə L-in sayına uyğun gəlir. Ona görə 4 də doğrudur. Burada cavabımız olacaq C variantı. 20-dən 30-a, 30-dan 40-a videoların ardıda, suallarda başqa zaman yükləyəcəm. Kanala baxmağa, yəni diqqət edin. Orada paylaşacağım ardını. 10-10 sualları.